Bu kadr şeyxlərin biri paylaşmışdı. Deməli, qəbri qazırlar adam bastırmaq üçün. Yanındakı qəbrə oradan bir deşik açılır. Orada baxırlar, orada dəfn olunmuş adam var yəni. Baxırlar, qəbirdə adam yanıb. Qəbirdə cəsəd yanıb yəni. Bu da bunların diqqətini çəkib. Yəni şeyx altından yazmışdı ki, yəni bu şey Şeyxülislam İbn Teymiyyə İbnül-Qayyim rahimehullah da deyir ki, Allah bəzən o deyirlər ha, o ateistlər qəbir əzabı deyirsiniz. Gəl ölmüş adamı çıxardaq görək yanıb, yanmayıb. Bəzən belə şübhələr atırlar. İbnül-Qayyim rahimehullah deyir ki, ona görə Allah bəzən deyir dövrlər olub ki, bunu inkar eləyənlərə qüdrətini göstərib. İbnül-Qayyim rahimehullah danışır ki, bəzi qəbirlərdən alov çıxdığını gördük. Alov. İndi bu dövrdə də subhanallah, yəni təsəvvür elə, normal adamı dəfn eləyiblər. Bir müddətdən sonra yanına başqasını dəfn eləyərkən qəbirə çox yaxın olub, görüblər bir boşluq var, uçur. Oradan bir deşiyə mənə gəlib. Oradan baxanda görüblər dəfn elədikləri adam yanıb kül olub. Bunu da ibrət üçün göstəriblər ki, qəbir əzabı yoxdur deyənlər ən azından baxsınlar bu məsələyə.